Həzrət Əli əleyhissalam buyurur: İnsanın dəyəri bildiyi ilə deyil, bildiyini necə daşıdığı ilə ölçülür. Həzrət Əli əleyhissalam xilafətin zirvəsində idi, amma bazarda yetimlərin yükünü öz çiynində daşıyırdı. Çünki irfan deyir, həqiqi böyüklük başqasını kiçiltmədən böyük qala bilməkdir. İrfan alimləri deyir ki, insan başqasına qəzəblənəndə çox vaxt iki səbəb olur. Ya o xüsusiyyət bizdə də var, amma qəbul etmirik, ya da o xüsusiyyət bizdə yoxdur, amma sahib olmaq istəyirik. İmam əleyhissalam dualarında deyirdi ki, ilahi məni öz gözümə kiçik göstər, insanların gözündə böyük göstər. Doğrudan da insanın ən böyük korluğu özünü haqlı bilməsidir. Qeyd olunur ki, başqasının nuruna baxıb qaranlıq hiss edirsənsə, problemi nurda yox, öz kölgəndə axtar. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, nə tam məcburiyyət var, nə də tam ixtiyar. İkisinin arasında bir yol var. Yəni insan seçim edir, amma nəticənin tam forması Allahın elmindədir. Sən fürsəti görə bilərsən, amma ya qorxarsan, ya tələskənliklə qərar verərsən, bu sənin məsuliyyətindir. Amma bəzən sən hər şey düzgün edirsən, qapı yenə açılmır. Bu zaman irfan deyir, rədd cavabı da bir qorunmadır. Qədər iki cürdür. Mütləq qədər, yəni dəyişməz ilahi qanunlar, şərti qədər isə insanın seçimi ilə formalaşan nəticələr. Yəni dua, zəhmət və səbir taleyin bəzi istiqamətlərini dəyişə bilər. Allah qapını yaradır, qapıdan keçmək insanın iradəsidir. Amma hansı qapının haraya açıldığını tam bilmək insanın işi deyil. Əgər başqasının uğuru səndə ağrı yaradırsa, bu sənin içində hələ Allaha təslim olmamış bir sahədir. Çünki təslim olan qəlb belə düşünür: mənim payım mənə çatacaq, başqasının payı mənim ruzimə azaltmır. Sənin bu gün çatmadığın bir məqam bəlkə də ruhunun hazır olmadığı bir mərhələdir. Əllamə Təbətəbai deyirdi ki, insan Allahın tədbirinə razı olmadıqca qəlbi sakitləşməz. Ayətullah Behçət ağa çox qısa, amma çox ağır bir cümlə deyirdi: vəzifəni yerinə yetir, nəticəni Allaha burax. Onun yanına gələnlər tez-tez soruşardı: niyə zəhmət çəkirəm, amma nəticəni ala bilmirəm? Cavab verərdi ki, bəlkə də sənin imtahanın nəticə deyil, səbirdir. İnsanı yıxan uğursuzluq deyil, nəticəyə bağlılıqdır. Yəni sən uğuru istəyə bilərsən, amma uğura bağlandığından artıq Allaha yox, nəticəyə ibadət edirsən.